Bu səhər VIP qrupa atdığım analizimizdir. Məsələn, gördüyünüz kimi mən baxın elə gəlin sizə buradan da lap göstərim. Baxın göstərdiyim kimi burada qərar nöqtəsi 43-38 arası idi və biz də girişimizi elə 43-39 arası elədik. Bugünkü nöqtəmiz 43-39 arasıdır, amma biz biraz tələsdik, çox girdik. Hardasa bir 10-dan çox əməliyyatımız 43-dən yuxarıda qalıb, amma ən çox da elə 39-dan yükləndik. İndi baxaq görək bizim cəmdə nə qədər lotumuz var. Deməli, baxın bir ekran belə qoyanda bu 11 dənə eləyir. Sonra baxın görün ən aşağıdakı hansıdırsa, onun üstünə 11 gəlir. Məsələn, indi oldu ikinci səhv, yəni 22 dənə. Sonra oldu belə 33 dənə, 33, 34, 35 dənə cəmi lot atmışam. Amma hələ birindən sonra 35 dənə də aça bilərəm. Ancaq ki, bu 43-dən yuxarıda asdıqlarım biraz məni incitdi. Yəni, gərək onları açmazdım. İndi gəlin stop loss nöqtəmizə baxaq. Stop loss nöqtəmiz girdiyimiz nöqtədən 7 aşağıdır, yəni hansı 36 eləyir. Qoyacağım 36-nın üstünə və buradan da qırmızı rəng eləyəcəm ki, bu birincisi bizim stop lossumuzdur. Və buraxırıq belə. İndi baxaq görək bizim bu qrafikimiz 39-dan reaksiya alıb hara qədər qalxa biləcək və biz nə qədər profit edəcəyik. Və beləliklə artıq 39-da asdığımız bütün əməliyyatlar da xeyrdədir. Yuxarıda asdıqlarımız biraz tələsib açmışdıq, amma yəni onlar da birazdan bağlamağa hazırıq. Biz indi nə edəcəyik? Buradakı açdığımız bütün pis nöqtələri, hansı ki əsas nöqtəmizə gələnə qədər tələsib açdığımız bütün əməliyyatları bağlayacağıq bu çatan kimi, yəni sıfırlanan kimi və digər aşağıda qalanları isə break-evına qoyub axıra qədər gözləyəcəyik. Çünki bizim hər bir siqnalımız ən azı 100 pips profit eləyir. Və indi bütün break-evlarımızı qoyuruq 3741-ə. Beləliklə sıfır risk ilə artıq trade'dəyik. Və nə qədər qalxır-qalxsın bizim üçün bu profitdir. Gördüyünüz kimi dostlar, hər gün ən düzgün yerlərdən giriş edirik və bazarı ən düzgün yerdən öz qırmağımızı atıb axıra qədər gözləyirik və bütün əməliyyatlarıma demək olar break-evə qoydum. Hal-hazırda $390 xeyrdəyik və digərlərini bağlamışam və oturmuşuq safe vəziyyətdə siqnalımızın maksimum hara qədər gedəcəyini gözləyirik. Yəqin ki 50'lərdən, yəni 50'lərdə təpə eləyərəm, amma yəni oraya qədər gözləmək fikrim var. Yəni sizə burada göstərək. Artıq yenə hətta baxmayaraq ki, bayaq nə qədər break-even eləmişik, gördüyünüz stop losslar, indi hələ də qiymət daha da qalxır və bizi daha da çox qazandırmağa davam eləyir. 39-dan eləmişdik və beləliklə qiymət yuxarıdadır və bu da bizim uşaqların profitləridir. Hamısı öz profitlərini atırlar. Gördüyünüz kimi, indi deyəcəm bu videonun altına komment yerinə də yerləşdirsinlər.